Salam əziz şagirdlər, biz bugün əvvəlki ilin məzunları üçün keçirilmiş buraxılış imtahan suallarına baxacağıq. Başlayaq birinci sualda. 2 ardıcıl tək natural ədədin cəmi 68 olarsa, bu ədədlərin kiçiyini tapın. Ardıcıl tək ədəd deyirsə, deməli biri 2n plus 1-dir, digəri də 2n plus 3 götürək. Və bunların cəmi deyir 68-dir. Sol tərəfi toplasam 4n plus 4 bərabərdir 68-ə. 4n də bərabərdir 64-sə. N də bərabərdir neçə olur? 16. N-in 16 qiymətini birinci ədəddə yerinə qoysaq, axı kiçik ədədi tapmamızı istəyir. 2-yə vuraq 16-ya, üzərinə 1 gələndə eləyəcək 33 C variantı. İkinci tənlik sistem tənliyidir. X plus Y-in cəmini tapmamızı istəyir. Gəlin birinci tənliyin hər iki tərəfini 2-yə vuraq. Onda 4x plus 10y bərabərdir 50 alınır. Aşağıda da 4x plus 3y bərabərdir 15-dir. Tərəf-tərəfə çıxsam 4x-lar gedir. 10y-dən 3y çıxanda y bərabərdir. 50-dən də 15 çıxanda 35. Buradan da y bərabərdir 5 alınır. Y-in 5 qiymətini biz birinci tənlikdə nəzərə alsaq, 2x üzərinə gəl, 5 vurma 5, 25 bərabərdir 25-ə. Buradan da 2x bərabərdir 0 alınır. 2x 0-dırsa, əlbəttə ki, x da 0-a bərabər olmuş olur. X plus y cəmdə 5 alınmış olacaq D variantı. Üçüncü suala baxaq. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Qızlar bütün iştirakçıların neçə faizini təşkil edir? 300 qız var. 300-ün ümumi şagirdlərin sayına nisbəti. Ümumi şagirdəki 300 qız, 200 oğlan toplayanda 500 nəfər eləyir. Onu da faizlə ifadə eləmək üçün 100-ə vururuq. 500-lə 100 ixtisar gedir. 300-ü də 5-ə böləndə 60% eləyir. D variantı. Dördüncü suala baxaq. Kubun tilini 2 dəfə artırdıqda həcmi 56 sm³ artar. Bu kubun tam səthinin sahəsini tapın. İlk növbədə biz kubun tilinə 2 deyək, gəlin. 2 dəfə artıranda artıq bunu 4 olur da. Kubun tili 2 olanda bunun həcmi nə olur? 2-nin kubu 8. 4 olanda isə 64 olur da. Həqiqətən də 56 vahid fərqlənir. Bu kubun tam səthinin sahəsini tapmamızı istəyir. A-nın 2 qiymətində tam səthinin sahəsi 6 vurma 2-nin kvadratı 4 eləyir 24. B variantı. 5-ci sual. Çoxhədisinin vuruqlarına ayrılın deyir. 4B-ni mötərizə xaricinə çıxardanda qalır x minus 3. Bu da eləyir Y variantı. 6-cı sual. İfadəsində vurğu kök işarəsi altından çıxarın deyir. 75-i nə şəklində yazarım? 3 vurma 25 şəklində. X kub vurma y üstü 6. X kubu da x kvadratı vuraq. X kimi yazaq ki. Deməli 25-dən 5 çıxır. X kvadratından elə modul x çıxacaq, amma x müsbət olduğu üçün müsbət yazacağıq. Y üstü 6-dan isə y üstü 3 modulda çıxacaq. Vurulsun kök altında da 3x qalır. Bu da bərabərdir. Y 0-dan kiçik olduğu üçün mənfi 5x y kubu kök altında da 3x qalmış olur. Bu da Y variantına uyğundur. 7-ci suala baxaq. Y bərabərdir 3x plus 2 funksiyasının x bərabərdir 2 nöqtəsindəki qiymətini tapın deyir. X-in yerinə 2 qoyub funksiyanı hesablayaq. Y bərabərdir 3 vurma 2 plus 2 eləyir 8. B variantı.
8-ci sual. Radiusu 28 olan çevrə çevrənin mərkəzindən 16 sm məsafədəki nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapın. Ən böyük məsafə deyirsə, buradan bura qədər olacaq da. Ən kiçiyi buradan bura qədərdir. Ən böyüyü də buradan bura qədər. 16 ilə 28 toplayanda 44 eləyəcək C variantı. 9-cu suala baxaq. Çoxluqları verilmişdir. NA birləşmə B və üzərinə gəl NA kəsişmə B-ni tapmamızı istəyir. NA birləşmə B-nin sayı ortalar çıxanda 12, 4, 9. 3 də ortaq element var. Saysaq 1, 2, 3, 4, 5, 6. Üzərinə gəl kəsişmədə 3-dür də. Eləcə 9 Y variantı. 10-cu sual. X üzərinə gəl 0.5-i kəsir şəklində yazaram. 2-də 1 bərabərdir. Bu da 9-da 7-dir. Buradan X-i tapmaq üçün 9-da 7-dən çıxaram 2-də 1. Orta məxrəc nədir? 18-dir. Bunun üzərinə 2, bunun da üzərinə 9 düşür. 14 çıxma 9, bu da eləyir 18-də 5 A variantı. 11-ci sual bu ifadənin qiymətini hesablamamızı istəyir. -6-nın kvadratı -36. Üzərinə gəl, -1 üstü 14 dərəcədən olduğu üçün müsbət 1 yazıram. Çıxma bu tək dərəcədən olduğu üçün 64 yazacağım. Burada da -36 eləyir. Bunları toplayanda eləyir -100. Üzərinə 1 gələndə -99-a bərabər olmuş olur B variantı. 12-ci sual tənli ilə verilmiş çevrənin radiusunu tapın. Tam kvadrat ayıraq. X kvadrat minus 6x plus 9. Üzərinə gəl y kvadratı plus 4y plus 4 yazmalıyam da. Burada nə qədər əlavə elədim? 13 əlavə elədim. Onda 13 də çıxmalıyam da. Burada çıxma 12 də verilib. Tam kvadrat ayıranda bərabərdir 0. Burada nədir? Bu x minus 3-ün kvadratıdır. Üzərinə gəlirəm. Y plus 2-nin kvadratı. Çıxma 25 bərabərdir 0. Çevrənin tənliyi nə şəklindədir? X çıxılsın x0-ın kvadratı. Üzərinə gəl y çıxma y0-ın kvadratı. Bərabərdir r kvadrat olmalıdır da. Burada da burada deməli 25-i də keçirsək sağ tərəfə. X minus 3-ün kvadratı üzərinə gəl. Y plus 2-nin kvadratı bərabərdir 25 alınmış olur. R kvadratı 25-dirsə, R də 5-ə bərabər olmuş olur. Bizdən də radiusu istədiyinə görə cavab C variantı olmuş olacaq. 13-cü sualda bu bərabərsizliyi ödəyən natural ədədlərin ən böyüyü ilə ən kiçiyin cəmini tapmamızı istəyir. Ən kiçiyi əlbəttə ki 79-dur. Ən böyüyü də 121-dir. Bunların cəmi də eləyəcək 200 C variantı. 14-cü sualda düzbucaqlı üçbucağın katetləri 16 və 8 olarsa onun sahəsini tapın. Bil ki düzbucaqlı üçbucaqda sahə katetlərin hasinin yarısına bərabərdir. Yəni 16-nı 8-ə vurub 2-yə bölməliyəm. Bu da 64 edir. Taxıl üyüdüldükdə kütləsinin 5-də 3 hissəsi qədər un alınır. 480 kiloqram un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? X-i 5-də 3-ə vurub 480 bərabər eləsək, 3x bərabərdir 480 vurma 5. X da bərabərdir 480 vur 5 bölmə 3. Bu da eləyir 160. Onu da 5-ə vuranda 800 eləyəcək A variantı. 16-cı sualda uşağın 10 yaşı, atanın 31 yaşı var. Uşağı X-la, atanın yaşını isə Y-lə işarə eləyək. Neçə il bundan əvvəl atanın yaşı uşağın yaşından 4 dəfə kiçik idi. Burada əslində şifahi də tapmaq olar. Məsələn, 3 il əvvəl uşağın 7, atanın isə 28 yaşı var idi də. 7-ni 4-ə vuranda həqiqətən 28 edir. Deməli 3 il əvvəl. 17-ci sual. O nöqtəsi
O nöqtəsi ABC-dir, rombunun diaqonallarının kəsişmə nöqtəsidir. O A-ya 6, onda OC də 6-dır. BO 8-dirsə, OD də 8 olacaq. Rombun perimetrini tapın. Burada düz bucaqlı üç bucaqlar əmələ gəlib. Aydındır ki, 8-in kvadratı plus 6-ın kvadratı BC-nin kvadratına bərabərdir. Bu da eləyir 10. Tərəfi 10 olan rombun perimetri də 4 vurma 10-dan hesablanır. Eləyəcək 40. 18-ci sual. M ədədinin standart şəklində yazılışında 7 olarsa ədədin tərtibini tapın. M 7 olacaq da standart şəkildə yazılanda. Deməli, onda bu da 0,001 vurma 7 şəklində yazsam, bu 0,007-dir. Bu da 7 vurma 10 üstü -3 kimi. Tərtibi -3 olacaq. 19-cu sual. A bölünsün B bölünsün C bərabərdir 2 bölü 4 bölü 6 nisbətindədirsə, onda A-ya 2K deyək, B-yə 4K, C-yə də 6K desəm, bunların hasili də, yəni 2K vur 4K vur 6K 384-dür. 2 4-üm 8, 48 K kubu 384-dürsə, K-nın kubu da bərabər olur 8-ə, K da 2-dir. K 2-dirsə, bunların cəmi nə eləyir? 12K. 12K-nı da nəyə vuracam? 2-yə eləyəcək 24. Cavab 24-dür. 20-ci sual. Natural ədədlər artan sıra ilə düzülmüşdür. Bu sıranın medianı 14 olarsa, x vurma y hasinin ən böyük qiymətini tapın. Median 14-dür. Artan sıra ilə düzəlibsə, 3 dənə bu tərəfdə qalır, 3 dənə də burada. X plus y-in ədədi ortası 14-dürsə, x plus y cəmi nəyə bərabər olmalıdır? 28-ə. Bunun ala biləcəyi ən böyük qiyməti tapmalıyam. Deməli, bunu toplayanda 13 və 14 ilə 14 və 14 ilə 14-ü bir-birinə vuranda 196 eləyir. Bir dənə də baxaq. Məsələn, biri 15, biri 13 olsa, 3 5-im 15, 1 yadda, 3 birim 3, 4, 5, 1. Elə ən böyük qiyməti 196-dır. 14 vurma 14. 21-ci suala baxaq. Oturacağı AC olan bərabər yanına ABC 3 bucağında BD medianı çəkilmişdir. Deməli, ABC 3 bucağı verilib və bərabər yanlıdır. BD medianı çəkilib. ABC və ABD 3 bucaqların perimetri, bura A deyim, bura A, bura BB, burada M'dir. Perimetri 46 ilə 40 olarsa, BD-ni tapmamızı istəyir. Deməli, ABC və ABD. ABC 2A plus 2B'dir, bərabərdir 46. ABD-nin də perimetri A plus B plus M'dir də. O da bərabərdir 40 verilir. Burada birinci tənlikdə hər tərəfi 2-yə bölsəm, A plus B cəmi 23 almış olaram. Bu 23-ü A plus B-nin yerində nəzərə alsam, ikinci tənlikdə 23 plus M bərabərdir 40-dırsa, M də bərabərdir, 40-dan 23 çıxanda 17 qalacaq. Cavab 17 olacaq burada. Növbəti suala baxaq, 22-ci sual. 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metr, digər mərtəbələrin hündürlüyü isə 3 metrə bərabərdir. Bu binaların hündürlükləri nisbəti 4, 11, 14 şəklindədir və hündürlüklərinin cəmi 66 metrdir. Hündürlüyün ən böyük olan bina neçədir? Deməli, bunun cəmi Deməli, 8K plus 11K plus 14K-nı bərabər eləyirəm 66. Bunları toplayanda 25.
25'in üzərinə də 8 gəndə 33k 66-dırsa, onda k-da neçəyə bərabərdir? 2-dir. K2-dirsə 14'ü də 2'yə vuranda 28 metr eləyəcəkdir. 23-cü suala baxaq. Alfa və beta qarşılıqlı bucaqlardır. Alfanın dərəcə ölçüsü 10% azaldıb, betanınkini 60% artırılarsa, qonşu bucaqlar alınır. Alfa plus betanın cəmini tapın. Alfa və beta qarşılıqlı bucaqlardır. Bu deməkdir ki, bunlar bir-birinə bərabər olmalıdır. Alfa betaya bərabərdir. Alfanın dərəcə ölçüsünü 10% azaltdım. Yəni, alfadan 0,1 alfanı çıxıram, 0,9 alfa qalır. Betanınkinin isə 60% artırmaq isə betanın üzərinə 0,6 beta gəlməliyəm. 1,6 beta edir. Və bunların cəmi 180 bərabər olmalıdır da. Betanın yerinə alfa yazsam, 0,9 alfa plus 1,6 alfa bərabərdir 180-dirsə, onda bunları toplayanda neçə edir? 2,5 alfa bərabərdir 180. Alfa da bərabərdir 180-i 2,5-ə bölə, görə neçə edir? dərəcə eləyir. Alfa 72-dirsə, onda beta da 72-dir. Bunların cəmi də 144 eləyəcək. Qutuda eyni formalı 16 ağ, 5 qara və x sayda qırmızı kürə var. Qutudan təsadüfən bir kürə çıxarılır. Çıxarılmış kürənin qırmızı olması ehtimalı onda 3-dür. Qutuda neçə qırmızı kürə var? Gəl qırmızıların sayını hesablasam, bilmirəm də. 21 plus x, yuxarıda da x olmalıdır da. Bu da nə həll eləyək? 10x bərabərdir. 21'i 3'ə vuranda 63 plus 3x. Buradan 7x 63-dürsə, x da bərabərdir 9. 9-dan qırmızı kürə var imiş. 25-ci sualda BC verib ki, 7,5'dir, DY 3'dür, AY 5'dir, AD də 4'dür. Bura alfadırsa, indi böyük bucaq və alfa, bura betadırsa, avtomatik onda burada beta olur da, böyük bucaqla bu oxşar olur. Oxşarlığa görə alfanın qarşısındakı 3'ün, kiçik bucaqdakı alfanın qarşısındakı 3'ün, böyük bucaqdakı alfanın qarşısındakı 7,5'ə nisbəti bərabər olmalıdır. 90 dərəcənin qarşısında dayanan 5'in, bu 90 dərəcənin qarşısında dayanan, bura x deyim də, 4 plus x-a nisbəti. Tənasüb kimi vurub atsam, 12 üzərinə gəl 3x bərabərdir. 7,5'i də 5'ə vuranda 37,5 eləyir. 3x da bərabərdir. 3x bərabərdir 25,5'ə. X da bərabərdir 25,5'i 3'ə böləndə 8,5 eləyir. Cavab 8,5 etmiş olacaq. DS'nin uzunluğunu tapın. Bəli, 8,5 eləyir.